Belə sərgilər imkan yaradır ki, hər kəs öz sözünü desin və burada mütəxəssislər də ümumi belə deyək, kütlədə öz seçimini eləyə bilər. Hərə bir gözaltı eləyir ki, hansı rəssam ona xoş gəlir və gələcəkdə əlbəttə ki, bunların içində indi hamı eyni vəziyyətdədir, amma gələcək göstərəcək ki, bunların içindən kim doğrudan da bu imkandan bəhrələnib özünə ad qazanır. Mən Nəzrin Həsənova. Bugün bu sərgidə iştirak etdiyim üçün çox məmnunam. Bütün təşkilati dəstəyə çox dərindən təşəkkürümü bildirirəm və bu sərgiyə öz Ay İşığı adlı əsərimlə qatılmışam. Bu əsəri Beethovenin Ay İşığı sonatasına həsr eləmişəm və musiqinin necə bizim dərinlərimizə işlədiyini, eyni zamanda pillələrlə yuxarılara qaldırdığını ifadə eləməyə çalışmışam. Çox təşəkkür edirəm. Mən Ramil Əhməd, öz rəsmimlə bu sərgiyə qoşulmuşam. Suzan bağları rəsm əsəri ilə daha çox günümüzdə hərəkətliliyin, xaosun, səs-küyün içərisində bir qədər dayanıb o sakitliyi, hüzuru, dincliyi izləməyə burada tamaşaçıya buraxıram. Adım Xədicə Mirəliyevadır. Əsərimin adı isə Anamın əllərindəki həyat əsəridir. Bugün bu sərgidə iştirak etmək mənim üçün çox qürur vericidir. Artıq ölkə daxilində olan bir neçə sərgilərdə iştirak etmişəm. Bugün də onların birindəyəm. Sanki vizual bir səyahətdəyəm və bunun üçün çox şadım. Mirazar Abdullayev rəssam, çox gözəl bir sərgidir, gənclərin sərgisidir və sərginin artıq öz adı belə öz haqqında deyir. Yəni gənclər burada özləri, öz istədiklərini, öz təxəyyüllərini, hamısını kətan üzərində, kağız üzərində, hansı bir material üzərində çox gözəl məharətlə göstərirlər və bu çox sevindirici haldır. Hüseynova Turanə, hal-hazırda təqdim etdiyim rəsmim Zərifliyin gücü adlanır. Ümumilikdə isə götürəndə zərifliyin gücü dedikdə bir çox yükü öz üstündə daşıya bilən, çiyinlərində qaldıra bilən xanımlara tərənnüm etmişəm. Seymanova, 18 ildən artıqdır rəssamlıqla məşğul oluram. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məzunuyam. Əsərimin adı Fırtına öncəsi səssizlikdir. Əsərimdə fırtınalı həyat olaraq, öncəki səssizliyi isə ana bətnindəki səssizliyi təsvir etmişəm. Bugünkü tədbir çox gözəl açılışla başladı və mən çox sevincliyəm ki, öz əsərimi, içimizdəki uşaq əsərimi sərgiləyirəm və bizə belə bir şərait yaratdıqları üçün təşkilatçılara və qonaqlara təşəkkür edirəm.